Kəlbəcər rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Teleqraf bu barədə məlumat yayıb. Hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından ümrə ziyarətindən qayıdıbmış. 6 övlad atası olan Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb. O, Kəlbəcərdə aparılan tikinti yenidən qurma işlərində iştirak edən TVM İnşaat Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi mühəndis vəzifəsində çalışırmış. Mərhum ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında Kia markalı şəxsi avtomobili ilə iş yerinə, yəni Kəlbəcərə yola düşüb. Və onun ölümünə səbəb olan qəza rayonun Qılınclı kəndində baş verib. Zeynalovun idarə etdiyi avtomobil Cengiz İnşaat şirkətində sürücü işləyən Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Röyal Məmmədovun sükanı arxasında olduğu beton qarışdıran maşınla toqquşub və nəticədə Zeynalov aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. O, öz vəsiyyətinə uyğun olaraq aprelin 24-də Laçının Zağaltı kəndində dəfn olunub. Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan Məmmədov isə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Faktla bağlı araşdırmalar davam etdirilir. Onu da qeyd eləyək ki, Azad Zeynalov uzun illər Sokarda işləyib. Daha sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanında çalışıb. Onun həyat yoldaşı 92-ci ildə faciəvi şəkildə güllə yarasından dünyasını